Əlində Fələstin bayrağı tutan bir kişi Londonda Big Ben saat qülləsinə dırmaşıb. Hadisə zamanı saatın ətrafındakı ərazi bağlanıb. O, qüllədə 16 saat qaldıqdan sonra aşağı indirilib və həbs edilib. Kişi qorunan əraziyə daxil olmaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Ona dəstək üçün toplaşan bir qrup insan Fələstinə azadlıq, sən qəhrəmansan şüarları səsləndiriblər. Əlində Fələstin bayrağı tutan bir kişi Londonda Big Ben saat qülləsinə dırmaşıb. Hadisə zamanı saatın ətrafındakı ərazi bağlanıb. O, qüllədə 16 saat qaldıqdan sonra aşağı indirilib və həbs edilib. Kişi qorunan əraziyə daxil olmaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Ona dəstək üçün toplaşan bir qrup insan Fələstinə azadlıq, sən qəhrəmansan şüarları səsləndiriblər.